Deməli, mənim pasientlərimin içində fahişələr də var. Və mən bilirsiniz nəyə fikir vermişəm? Fahişələr pulu gecə gəlməkləri ilə deyil kişinin yanına, səhər o kişinin yanına getməkləri ilə qazanır. Bu nə deməkdir? Bir kişinin seksual münasibət üçün fahişəyə ehtiyacı yoxdur. Normal olaraq bütün normal kişilər özlərinə sevgili tapa bilərlər, münasibət qura bilərlər. Yəni fahişə ilə bunu etməzlər. Amma niyə görə fahişə ilə edirlər? Çünki fahişələr səhər gedir. Normal qadın isə seksual münasibət təkcə normal qadına yetmir. O emosional bağ istəyir, qayğı istəyir, dəyər istəyir və s. Və hansı kişilər ki bunu verə bilmir, sırf fahişəyə ona görə ehtiyac duyurlar. Çox eşitmişəm, qadınlar deyir ki, kişilər normal qadına bəlkə bir gül almağa qıymaz, amma fahişəyə bəlli bir pulu, yəni heç narahatçılıq keçirmədən verir. Amma öz sevgilisinə və yaxud da ki, normal bir qadınla münasibətdə olanda qıymır sanki nəsə maddi bir şeylər eləməyə. Çünki nəzərə alın ki, kişilər fahişəyə pulu sırf ondan əl çəksin deyə səhərlər, yəni bir növ ona görə ödəyirlər.